Demək, bugünkü qəhrəmanlarımızdan biri də Seymurdur. Seymur bizim müayinəmizdə 1 il bundan öncə olub. 16 yaşında gəlib. Tam hələ 1 ilimiz də tamam olmayıb. Açıqcası avqustda olacaq 1 ilimiz. Tam 16 yaşında gəlib və 16 yaşında gələndə boyu 152 sm idi. Ümumiyyətlə bu boy göstəricisi 12 yaşın normasıdır. Yəni 4 il geri qalmamız var idi. Müayinələrini etdik və təbii ki, burada boy hormonu çatışmazlığı təsdiqləndi. Ciddi geri qalmadan söhbət gedir burada. Demək, 8 ay ərzində boyumuz 8 sm artıb və hal-hazırda boyumuz 160 sm-dir. Ailəyə görə ortalama genetik potensial 165 sm-dir. Yəni bu uşaq ortalama 165 olmalıdır. Yuxarı aşağı 6 sm minus plusuna çıxsaq 159 və 171 arası bir boy aralığında ola bilərdi. Artıq biz 160-ıq, yəni o minimum potensialımıza çatmışıq və hələ bundan sonra təxminən 1 il yarım vaxtımız var və 1 il yarım ərzində ümid edirik ki, bu templə davam eləyərsə, azından bizim bir 15 sm artımımız olacaq və gəlib maksimal potensialımıza 170 üzəri bir boya çatacağıq. Ona görə də vaxtında olunan müraciətlər nəticəyə də yaxşı təsir eləyir. Hətta bizdə düzdür gecikmə olmuşdu. Sadəcə sümük yaşının geri olduğuna görə əlimizdə daha çox şansımız var və daha düzgün yararlana bildik və ailə də sağ olsun dediyimiz vaxtlarda gətirir, dediyimiz bütün müayinələri edir və yazdığımız bütün müalicələri vaxtında edir. Ona görə də nəticəmiz də uğurlu oldu.